Malınız gömrükdə gecikdiyi zaman nə etməli olduğunuzu bilmirsiniz. Əgər sifariş etdiyiniz və ya ithal etdiyiniz mal gömrük orqanı tərəfindən saxlanılırsa, bunun qanuni əsasları olmalıdır. Əks halda siz bu hallara etiraz etmək və hüququnuzu qorumaq haqqına maliksiniz. Gömrük saxlanılması hansı hallarda qanunidir? 1. Bəyannamənin düzgün tərtib olunmaması. 2. Qadağan və ya məhdudlaşdırılan malların olması. 3. Sənədlərdə uyğunsuzluq və ya saxtalaşdırma şübhəsi. 4. Ödənişlərin yeni yetirilməməsi. Səbəbsiz saxlanılma və ya süni gecikdirmə halları qanunsuzdur. Bəs belə halda siz nə edə bilərsiniz? Gömrük orqanından əsaslandırılmış qərarın yazılı sürətini tələb edin. Qərardan razı deyilsinizsə, inzibati qayda və ya məhkəməyə şikayət edin. Əgər mal uzun müddət saxlanılırsa, bu maddi zərər səbəb olmuşsa, kompensasiya tələb etmə hüququnuz var. Hüququnuzu bilin, hüququnuzu qoruyun. Əgər gömrükdə malınız saxlanılıbsa və ya səbəbsiz gecikdirilirsə, biz sizə hüquqi dəstək göstərərik.